Demək əzizlər, bu bir neçə dəqiqəni mən istədim sizdən bunu bölüşüm ki, zaman zaman həmişə öz qloballığında qalan mövzulardan biri də ölüm mövzusudur. Heç vaxt köhnəlmir. Bu sivilizasiyalar dəyişə-dəyişə də heç vaxt olmayıb ki, ölüm mövzusu köhnəlsin. Yeganə geyim də elə kəfəndir ki, həmişə brend olaraq qalır. Heç vaxt dəyişilmir. Həmişə qiymətdədir. Həmişə deyirlər ki, belə deyirlər, meyyar olaraq dəyişilməz bir paltardır ki, kəfən paltarı heç vaxt dəyişilmir. Və həmişə də öz brendliyin, necə deyirlər, qoruyub saxlayır. Mənim əsas sizinlə paylaşmaq istədiyim mövzu dedim ki, ölüm mövzusudur ki, bəzən görərsən, cəmiyyətdə fərqli xüsusiyyətlərdə olan insanlar mövcuddur. Bu, qaçırılmazdır. Hərənin bir şeyə məhəbbəti var, hərə bir şeyə, necə deyərlər, söykənib. Xoşa kəsin halına ki, onun söykəndiyi yalnız və yalnız yenilməz qüdrət sahibi Mütəala Allahdır. O şəxsi heç kim yıxa bilməz. Niyə? Çünki onun bariz nümunəsi Quranda Allah Mütəal Musa əleyhissalamın barəsində Firavunun hadisəsini bizə bir mesaj olaraq xatırladır. Firavun nə etmək istədi? Musanı öldürmək istədi, amma Allahın iradəsi nə etdi? Musanı onu öldürmək istəyən şəxsin öz evində böyütdü. Buna deyirlər qüdrət ilahi. Buna deyirlər kun fəyəkun. Yəni Allah ol deməli ilə, elə nəzər yetirməli ilə olacaq. Bəli, əzizlər, niyə deyildir ki, ölüm mövzusu niyə qloballığını itirmir? Və cəmiyyətdə də insanların bu mövzu barəsində fikirləri müxtəlifdir. Baxış bucaqları da müxtəlifdir. Hərə bu ölüm mövzusuna müxtəlif kontekstdən baxır, pəncərədən baxır. Məsələn, bəziləri üçün Allah cəmiyyətimizdən uzaq eləsin. Ölüm məhvumu ümumiyyətlə yox olan bir şeydir. Qəbul eləmir. Deyir, necə ola bilər? Bugün var olan bir varlıq necə yox olmağa məhkum olar? Bunu həzm eləyə bilmir. Deyir, necə ola bilər? Mən bugün yaşayıram, vaxt olacaq, mən bugün həyatda olmayacağım. Buna qəbullanmır, bunu qəbul eləmir. Bir həqiqət olaraq bu sivilizasiya davam eləyə-eləyə biz bunu gündə ən azından 2 dəfin, 3 dəfin, 5 dəfin də görənlər olub. Əzizlərimizi öz əllərimizlə neynirik? Torpağın ağuşuna qoyuruq. Bu qədər həqiqətlərə, reallıqlara rəğmən neynirik? Ölüm mövzusunda yenə də inatkarlığımızda qalırıq. Bir qism bunu həzm eləmək istəmir. Necə ola bilər ki, dediyim kimi, mən bir varlıq olaraq, canlı varlıq, bugün varam, bir gün olar mən olmaram. Bunu həzm elə, bunu qəbul elə bilmir. İkinci qism insanlar budur ki, ölümü qəbul edir. Amma əməllərinin haqq hesabından qorxduğu üçün ölüm mövzusunu xoşlamır, qəbul eləmir. Birinci xüsusiyyətlə, birinci dediyimiz məsələdən fərqli olaraq, o birincisi ümumiyyətlə qəbul eləmirdi. İkincisi isə bundan fərqli olaraq qəbul eləyir. Amma buna rəğmən onun ölüm mövzusundan qaçmaqlığı öz əməllərinin törətdiyi cinayətlərin hesabına görə, hesab kitabına görə qorxduğu üçün ölüm mövzusunu bəyənmir. Başlayanda da məsələn bir ilahiyyatçı, bir ruhani, bir tələbə, məsələn istər-istəməz yerindən ona bir düşüncəsində bir qığılcım oyanı, bir siqnal oyanı ki, deyir, molla yenə başladı ölüm mövzusundan. Əzizim, bütün canlılar ölümü dadacaq. Təkcə insanlar yox, Kullu nəfsin zaiqətil mavt, thümmə iləynə turcaun. İnna lillah və inna iləyhi raciun. Bütün canlılar, əzizim, burada demir insanlar. İnsan da o canlıların bir parçasıdır, belə deyərdim, şah əsəridir. Amma bir qism insan da var ki, ölümün haqlığını qəbul eləyir. Bir real olaraq, bir keçid pəncərəsi olaraq, yəni maddi aləmdən axirət aləminə bir körpü olaraq, keçid olaraq qəbul eləyir. Və buna rəğmən bilə-bilə, buna şəhadət gətirə-gətirə ölümü qəbul edir. Və buna uyğun olaraq da öz həyatını tənzimləyir. Və yeri gələndə də haqq uğrunda, vətən uğrunda, torpaq uğrunda öz canın fəda etməliyə, şəhadətə can atır, meyilli olur.